Son illərdə Neftçidə tez-tez məşqçi dəyişikliyi baş verir. Bu dəyişikliklər adətən nəticə gəlmədikdə təcili şəkildə həyata keçirilir. Lakin uzun müddətli uğura hesablanmış bir futbol fəlsəfəsi formalaşdırılmır. Əcnəbi məşqçilərlə əməkdaşlıq təcrübəsi gözlənilən effekti verməyib. Yerli mütəxəssislərlə yol yoldaşlığı isə yenicə Samir Abbasovla başlayıb. O da özündən əvvəl yaranan problemləri həll etməyə çalışır. Bütün səhvlərin fonunda komandanın oyun tərzində ardıcıllıq qurmaq mümkünsüz hala gəlib. Meydanda futbolçuların koordinasiyası dağılmış vəziyyətdədir. Nəticədə Neftçi futbol oynamaqdan çox mübarizə aparan, amma nəticə qazana bilməyən bir komandaya çevrilib. Transfer siyasəti ağı-qaraların növbəti ağrılı nöqtəsidir. Hər transfer dönəmində legioner axını ilə gündəmə gələn klub gətirilən futbolçuların əksəriyyətindən fayda görmür. Bir çoxu formadan uzaq, motivasiyasız və uyğunlaşma problemi yaşayan oyunçular olur. Yerli futbolçular isə ya düzgün istifadə edilmir, ya da potensiallarına uyğun sistemə inteqrasiya olunmur. Bu isə nə güclü əsas heyət formalaşdırır, nə də uzun müddətli inkişaf perspektivi yaradır.